Salam, hər vaxtınız xeyir. Sizlərlə mənəm Miraq Ələsgərov. Region Liqasının 5-ci turunda İstiqlal futbol komandası öz meydanda Şəfa stadionunda məhz Aram Beyləqan futbol komandasını qonaq edəcək. Hər iki komandaya da uğurlar arzu edirik. Hər iki tərəf üçün də məhsuldar bir oyun keçməsi arzu olunandı. Birazdan qarşılaşma start götürəcək. Region Liqasının 5-ci turunda. Qarabağda sizə istəyir, Desəz olur. Qarabağdan şahiddir. Atletik Bilbao. O vaxt Chelsea ən Məhz İstiqlal futbol komandasının heyətindən sizə məlumat verim. Qapıda Eldar Balakişi, müdafiə Sənan Nəsirov, Nizami Rızayev, Tamerlan Zeynalov. Orta xətti isə Asif Əhmədov, Mehdi Məmmədov və Elcan Süleymanov təşkil edir. Hücum xəttini isə Zahir Hüseynov, Tural Baxzadə, Əbülfəz Ələkbərov və Nurlan Hacıyev təşkil edəcək qarşılaşmada. Qarşılaşma birazdan start götürəcək. Böyük ehtimal ilə qonaq komanda start götürəcək və təbii ki də qapıcı ötürmə bu fair play-dir. Hal-hazırda Eldar Balakişev hərəkətli qazandıracaq topa. Nizami Rızayev ilə oynadı. Ötürməsi Tural Baxzadə, bir qədər təhlükə var. Qarşılaşma başlar-başlamaz məhz rəqib komanda ilk təhlükəsini göstərdi. Eldar Balakişev hərəkətli qazandıracaq. Məhz sürətli başlayıb rəqib komanda. Tural Baxzadə, Sənan Nəsirov oynadı. Ötürmə Əbülfəz Ələkbərov istiqamətindəydi, amma məhz rəqib komanda, qonaq komanda topu ram etməyi bacardı. Mehdi Məmmədov ən geriyə gələrək topun istiqamətini dəyişdirdi. Bir əks hücum şansı Nurlan Hacıyevlə birlikdə bir müdaxilə. Məhz qonaq komanda müdafiəsi Ayət Sayıq oynadı. Tac atışını yerinə yetirəcək İstiqlal futbol komandası. Sürətli başladılar. Bəs bir qayda pozuntusu qeydə alınıb. Tac atışı düzgün yerinə yetirilmədiyi üçün. Aram Beyləqan standart vəziyyəti dəyərləndirəcək. Müdafiənin ən gerisinə Elcan qarşıladı. Elcan topa yetişməyi bacardı. Rəqibə vuraraq topu tac atışına göndərdi. Eyni isə özü başladı. Ən geridən Nurlan Hacıyev rəqibini keçdi. Ötürməsi qeydə idi. Məhz ədalət təmsilçisi də oyunu dayandırdı. Qayda pozuntusu qeydə alınıb qarşılaşmada. Rəqib oyuncuya sadəcə şifahi xəbərdarlıqla yetinir ədalət təmsilçisi və standart bir vəziyyəti Aram Beyləqana. Qarşılaşma bərpa olunur. Müdafiənin ən gerisinə Sənan Nəsirov müdaxilə yetərli olmadı, amma təhlükəli oyun qayda pozuntusuna gəlib çıxardır. Eldar Balakişev yerini yetirəcək. Uzun oynadı. Məhz Nizami Rızayevi düşündü, amma Nizami Rızayev isə sürətlənə bilmədi topa. İkili mübarizədə Elcan. Daha doğrusu səhvimi düzəldiyim Nurlan Hacıyev. İnamlı oynadı. İkili mübarizə davam edir. Rızayev təzyiqini bıraxmadı sonuna qədər. Təzyiqini göstərdi rəqibə. Tac atışını yerinə yetirir. Müdafiənin ən gerisinə. Hal-hazırda qarşılaşmada 0-0'lıq bərabərlik. Tilsim qırılmayıb qarşılaşmada. Tamerlan məhz qamətini itirdi. Əbülfəz Ələkbərov müdafiəyə dayağa gəlmişdi. Tac atışını İstiqlal futbol komandası mı yerinə yetirəcək?
Standart vəziyyəti Aran Beyləqan futbol komandası yerinə yetirəcək. Qısa paslarla çıxmağa çalışırlar. Təbii ki də rəqibin təzyiqi var. Tural Baxzadə idi. Sonrasında Əbülfəz Ələkbərov təzyiqə qoşulan. Tac atışını Aran Beyləqan futbol komandası yerinə yetirəcək. Sürətli oynadılar Asif Əhmədov. Toxunuşu edən oyuncu idi. Tamerlan Zeynalov. Sonrasında Əbülfəz Ələkbərovdan akrobatik bir cəhət. Məhz Fuad daha doğrusu Zahir Hüseynovun hücum düşüncəsi müdafiəçilər tərəfindən bloklanır. Zahir Hüseynov sağcılaqda sürətlidir. Müdafiə özünü çatdırmağı bacardı. Təhlükəli ola bilər. İkili mübarizə davam edir. Tac atışı qazandırdı İstiqlal futbol komandasına. Asif Əhmədov oynadı, havalandırdı Mehdi Məmmədov üçün. Sonrasında Əbülfəz Ələkbərov gəlişinə bir zərbə. Qeyri-dəqiq idi burada. Bu zərbə ötürmə ilə də oynana bilərdi. Məhz Əbülfəz Ələkbərov isə zərbəni seçdi. Asif Əhmədov, sonrasında Əbülfəz Ələkbərov. Müdafiənin gerisinə Sənan Nəsirov qarşıladı. Asif Əhmədovun da təzyiqi var. Sənan 1-1. Hücumun istiqaməti dəyişir, amma kapitan keçid vermir. Məhz rəqibə tac atışını yerinə yetirdilər. Tural Baxzadənin təzyiqi var. Sonrasında Əbülfəz Ələkbərov da təzyiqə qoşuldu. Məhz çıxış etmə şansı, hücum qurma şansı əldən qaçır. Gələn topa tərs bir vuruş. Tural Baxzadə. Bir qədər müdafiəçilər arasında anlaşmazlıq. Təhlükəli ola bilər. Asif Əhmədovun cəhdi məhz meydanda saxlamaq mümkün olmadı topu. İndi isə tac atışını Aran Beyləqan yerinə yetirəcək. Qısa bir ötürmə. Xətası Tamerlan Zeynalov qarşıladı. Sonrasında Zahir Hüseynov. Nurlan Hacıyevin ötürməsi. Nurlan Hacıyev cərmə meydançasını çəksə daxil olub, təhlükəli ola bilər. Rızayevin də sürətlənmişdi artıq topu, amma istədikləri kimi alamadı. Bir top bitkisi daha Mehdi Məmmədov. Təhlükələr ard-arda Asif Əhmədov. Ən geriyə, ay. Zahir Hüseynov ötürməni qəbul edə bilmədi. Tamerlan Zeynalov. Sonrasında Əbülfəz Ələkbərov Asif Əhmədova doğru. Zahir Hüseynov. İkili mübarizə davam edir. Bir standart vəziyyət. Məhz bir standart vəziyyət. İstiqlal futbol komandası adına topun başında mən Əbülfəz Ələkbərovu görürəm. Komandasının ən çox gol atan futbolçusudur. Məhz 5-ci artıq qarşılaşmasıdır. 2 golla fərqlənib komandası adına. Əbülfəz Ələkbərov ötürməli oynadı. Qapı qarşısında Tamerlan Zeynalovun bu başla zərbəsi istədiyi kimi alınmır. Hal-hazırda 0-0'lıq bərabərlik hökm edir qarşılaşmaya. Qısa paslarla gəlir Aran Beyləqan futbol komandası. Zahir Hüseynovun qarşısına zərbə indirəsə təhlükəli ola bilər. Yerdə qaldı az əvvəlki epizodda da penalti. Məhz istəkləri var Zahir Hüseynovdan. Təbii ki də ədalət təmsilçisi Zahir Hüseynovu istədiyi qərarı vermir. Təzyiqi var Zahir Hüseynovun müdafiəyə doğru. Əbülfəz Ələkbərovda daha doğrusu təzyiqə qoşuldu. Meydanda saxlamaq mümkün olmadı topu. Qısa bir pas və Əbülfəzdən meydanı tərk edir top. Böyük ehtimal bəli. Xeyr, İstiqlal futbol komandası yerinə yetirəcək. Mehdi Məmmədovla oynadı. İçəriyə doğru Əbülfəz Ələkbərova doğru. İçəriyə doğru gələn ötürmə. Müdafiə son anda təhlükəni bu cür sovuşdurur.
Tamerlan Zeynalovla ikili mübarizədə yerdə qalan Aran Beyləqan futbol komandasının oyuncusu idi. Qayda pozulur. İndi isə standart vəziyyəti Aran Beyləqan yerdə itirəcək. Hər iki tərəfdə hal-hazırda. Məhz iki qapıda da təhlükəli epizodlar yaşatsa da fərqlənmək mümkün olmuyor. Hər iki komanda adına. Tural Baxzadə sol dəqiqə ötürmə təhlükəli ola bilər. Zahir Hüseynov ikinci bir zərbə şansı. Nurlan Hacıyev. Nurlan Hacıyev nəyi qaçırdır? Hesabı açmaq adına, bu tilsimi qırmaq adına əldən bu şansı qaçırdır. Möhtəşəm bir ötürmə. Amma istədiyi kimi alınmadı. İndi müdafiənin gerisinə boşluqdur. Yay! Aran Beyləqan vurmayana vurarlar. Misalı gəldi. Məhz dəyərləndirdi bu epizodu. İndi isə qarşılaşmada tilsim qırılır. Aran Beyləqan 1, İstiqlal futbol komandası 0. Məhz az əvvəl Nurlan Hacıyevin dəyərləndirə bilmədiyi epizoddan sonra hücum şansı yarandı və gol tapıldı qarşılaşmada. Əbülfəz Ələkbərov sürətlidir. Bir rəqibləri keçir, ötürməsini verdi Nurlan Hacıyev. Offside bayrağı isə bu dəfə məhz Nurlan Hacıyev üçün qalxmışdı. İndi isə hərəkətli qazandıracaqlar topa. Bir pas xətası Zahir Hüseynovda sürətlənmişdi məhz. Rəqib üzərinə bir qədər istədiyi alamadı. İndi müdafiənin gerisinə Sənan Nəsirov qarşıladı. Sənan Nəsirov sonrasında Elcan Süleymanov qoşulmuşdu. Mehdi Məmmədovun ötürməsi isə Əbülfəz Ələkbərov istiqamətinə düzgün hərəkətlənmədi. Elcan topu ram etməyi bacarmadı. Təhlükəli ola bilər. Bir hücum şansı daha Aran Beyləqan adına. Ötürməsini verdi. Məhz əllə oynama etirazları var. Rızayev yaxşı uzaqlaşdırdı. İndi isə əks hücum şansı İstiqlal futbol komandası adına. Asif Əhmədovun da ötürməsi ünvansız alınır. Məhz İstiqlal futbol komandasında elə ən böyük mənfilərindən biridir ki, ötürmələr bir qədər istiqamətli, bir qədər yönlü getmir. Və bu da rəqibin hücum şansını, əks hücumlarının sayını artırmağa gəlib çıxardır. Əbülfəz Ələkbərov qarşıladı. Sürətlənib bir rəqibləri keçdi, ötürməsini verdi müdafiənin gerisinə. Qapçı inamlı oynadı. Təhlükəni sovuş duyurur heç başlamadan. İndi isə Aran Beyləqanın hücumunu izləyirik. Keçərsə təhlükəli olar. Təbii ki də Sənanın məhz Brisinqi təzyiqi işə yaradı. Eldar Balakşev Tural Baxzadə ilə oynadı. Ən geriyə Rızayev. Eldar Balakşev məhz Aran Beyləqan hücumçuları da təzyiqini göstərirdi. Tamerlan Zeynalov sürətlənib. Tamerlan Zeynalov Zahir Hüseynova doğru. Bir zərbə. İstədiyi kimi alınmır məhz. Müdafiəçi tuş gəlir, bir qayda pozuntusu daha. Məhz bu dəfə Elcan Süleymanova qayda pozuntusu qeydə alınır və Aran Beyləqan oyuncusu da hakim tərəfindən, ədalət təmsilçisi tərəfindən kapitan sarı kartla cəzalanır. Məhz etirazı səbəbilə ilk rəsmi xəbərdarlıq gəlir.
Qarşılaşmada indi standart vəziyyəti. Sənan Nəsirov yerinə yetirəcək İstiqlal futbol komandası adına. Ötürməsi bir qədər saxladı. Tələsmədi Rızayev. Qapın qarşısına ötürmə. Bir zərbə! Zaur Hüseynov! Bərabərlik qolu gecikmir. Zaur Hüseynov fərqlənməyi bacardı qarşılaşmada. Ən başından bəri istəyənlərdən biridir. Heç şübhəsiz meydanda cəhdlər göstərdi. Rızayevin pasında, ötürməsində fərqlənir Zaur Hüseynov. Təcrübəli vinger. Qarşılaşmada artıq bərabərlik hökm sürür. Aram Beyləqan 1, İstiqlal futbol komandası isə 1. Zaur Hüseynovla gəldi bu gol. Davamı gələcəkmi? Yoxsa birbaşa zərbə indirdi. Eldar Balakişev sinəsiyle yumuşaldaraq topu ram etməyi bacardı. Yusuf bağla o tərəfi, Yusuf o tərəfi. Tural Baxsadel oynadı. İndi isə Nurlan Hacıyev. Və Nurlan Hacıyevin də müdaxiləsi qayda pozuntusuna gəlib çıxardır. Əbülfəz Ələkbərov ən giridə. Topu qopartmağı bacardı. İndi isə sürətlənib rəqib qapısı qarşısına. Təhlükəli ola bilər. İkinci bir məhsula ötürmə mi gəlir? Asif Əhmədov toxunmadı. Nurlan Hacıyevin zərbə çəkdi. Tamerlan Zeynalov geri dönüşdü bu. Bu geri dönüşdü. Tamerlan Zeynalov. Üstün tərəf. Artıq İstiqlal futbol komandası da Tamerlan Zeynalovla fərqlənib təbii ki də burada. Bu epizodun az əvvəlisində də Rızayevi unutmaq olmaz. Rızayevin Əbülfəz Ələkbərovun bu qolda payı heç şübhəsiz az deyil. Təbii ki də Nurlan Hacıyev də. Mehdi Məmmədov top itkisi bir əks hücum şansı yarana bilər. Bəli qardaşlar, təmirdən çıxıb. Çevir, tez oyna, hədərləri. Əbülfəz Ələkbərovun təzyiqi var. Sağ diaqonala məhz ötürməsini verdi. Keçərsə təhlükəli olar, keçid vermədi. Rızayev, sonrasında ötürməsi Nurlan Hacıyevə. Nurlan Hacıyev, ötürməsi Zaur Hüseynova. Qarşısında rəqib oyuncusu keçərsə təhlükəli olar. Rahatlıqla ram etməyi bacardı. Asif Əhmədova doğru gələn ötürməni qəbul etmək mümkün olmadı. Topa Nurlan Hacıyev də sürətlənmişdi. Hal-hazırda dəfələrlə yazmağımızdan mən heç kimin adına çəkəsi deyiləm. Zəhmət olmasa da Aram Beyləqan bəli hal-hazırda 1-0 üstün gəldiyi qarşılaşmada hal-hazırda 2-1 geridədir. Qonaq komanda. Nurlan Hacıyev Mehdin ötürməsini belə qəbul etdi. Müdafiənin gerisinə Asif Əhmədov da sürətlənib. Təhlükəli ola bilər. İstədiyi kimi alınmadı. Və qayda daha doğrusu da offside bayrağı artıq qalxmışdı.
İndi isə topu hərəkətli qazandıracaq İstiqlal futbol komandası. Artıq 20 dəqiqədə geridə qalıb. Qarşılaşmada məhz mavi tərəf İstiqlal futbol komandası, yaşıl tərəf isə Aran Beyləqandır meydanda çıxış edən. Elcan qarşıladı, sonrasında ötürməsini Tural Baxsadəyə versə də Tural Baxsadə top itkisi yaşatdı komandasına. Kapitandan gözəl hərəkətlər izlədik. Gəlişinə bir sərbə, geridə qalır. Həsən, Kray da var. Qarşıla, hemen qarşıla. Sənan Nəsirov. Ötürməsi Asif Əhmədova toxra. Gözəl hərəkətlərlə sıyrıldı iki rəkibindən. Zahir Hüseynov ötürdü, indi Nurlan Açev qəbul etdi. Əks hücum şansı ama offside bayrağı havadadır. Bir əks hücum şansı daha Eldar Balakişiyev. Sürətləndi, topu qopartmağı bacardı. Aran Beyləqanla İstiqlal futbol komandası qarşılaşır. Əbülfəzəl Əkbərov çatarsa təhlükəli olar. Əbülfəzəl Əkbərov təzyiqi buraxmır. Nəyin basılırsa olsun yerdə qaldı. Məhz hakim də artıq qalxdır ona. Penalti istəyi alınmadı. Gel Rama gir. Gir Rama. Tural Baxsadə sonrasında Sənan Nəsirov idi. Məhz rəqibə təzyiq göstərən oyuncular. Asif Əhmədovun müdaxiləsi qayda pozuntusu. Həsən qaydan topu göstər. Bir standart vəziyyət. Yerini yetirəcək Aran Beyləqan futbol komandası. Zərbəsini indirdi Tamerlan, sonrasında Əbülfəz Ələkbərov qarşıladı. Top itkisi yaşanır, geridəki qalır bu zərbə. Artıq ikinci cəhdi ki, ard-arda geridəki qalır. Məhz Aran Beyləqan adına. Bəli, hal-hazırda da üstün tərəf onlardan. İstiqlal futbol komandası 2-1. Zahir Hüseynov və Tamerlan Zeynalovun qolları ilə. Hal-hazırda 3 xal məhz İstiqlal futbol komandasına daha yaxın, daha şəffaf görsənir. Zahir Hüseynov qarşıladı, çevrildi, təhlükəli ola bilər. Zahir Hüseynov qapı qarşısına və gol! Asif Əhmədov! Zahir Hüseynov gətirdi. Zərbəsini indirdi, son anda toxunuş edən oyuncu Asif Əhmədov. Fərq artıq qalxır yuxarılara doğru. İstiqlal futbol komandası 3, Aran Beyləqan futbol komandası isə 1. Məhz 1-0 geriyə düşdüyü qarşılaşmada oyunu çevirməyə bacardı. Dominatlığını göstərdi meydanda. Asif Əhmədov. Təzyiqi var. Hər iki oyuncu da təzyiqi istədiyi kimi alındı, amma meydanda saxlamaq mümkün olmadı topa. Sürətli başladılar Tural Baxsadə. Ən geridən gəlib rəqibə məhz təzyiqini göstərdi. Tamerlan Zeynalov ən geridə qarşıladı. Məhz Əbülfəz Ələkbərovu düşünmüşdü. İstədiyi kimi alınmadı. Asif Əhmədov qapı qarşısında ötürmə. Zahir Hüseynov qarşıladı başla. Nurlan Hacıyev gəlmədi amma məhz Əbülfəz Ələkbərovda. Top qalır rəqibdən. Meydanı tərk edir indi Tamerlan Zeynalov. Hərəkətli qazandıracaq topa. Təhlükəli ola bilər. Mehdi Məmmədov təzyiq göstərirdi, istədiyi kimi alamadı indi Aran Beyləqan. Hücumunu izləyirik, kapitan topla irəliyir. Ötürməsi istədiyi kimi keçmədi.
Tamerlan Zeynalov və Sənan Nəsirov topa sürətlənsələr də meydana saxlamaq mümkün olmadı. İndi isə tac atışını yerinə yetirəcək Aran Beyləqan komandası. Tamerlan Zeynalov yenidən qopartmağı bacardı. İndi isə tac atışını bir daha təkrarlayacaqlar. Əbülfəz Ələkbərov yerdə qalır və qayda pozuntusu. Bu sərt oyun idi. Mehdi Məmmədov oynadı. Mehdi Məmmədov sürətlənib. Sol çınaq düşüncəsi istədiyi kimi alınmır. İndi isə bir əks hücum şansı Aran Beyləqan adına. Gəlişinə bir zərbə. Sənan Nəsirov blokladı zərbəni. İndi isə gün zərbəsini Aran Beyləqan futbol komandası yerinə yetirəcək. Təhlükəli ola bilər fərqi azaltmaq adına. Kapitan yerinə yetirəcək gün zərbəsini. Qapı qarşısına ötürmə. Eldar Balakişiyev üçün bu rahat bir zərbə, rahat bir ötürmə idi. Sürətli başladı Əbülfəz Ələkbərova. Doğru. İndi Əbülfəz sürətlənib. Təhlükəli ola bilər. Ram etmək mümkün olsa. Sol deyə kanalda Nurlan Hacıyevi gördü. Nurlan Hacıyev də ötürməni qəbul etdi. Ötürməsi müdafiənin ən gerisinə idi. Təbii ki də bloklandı. Tekrardan hücum şansı yaranır. Rızayev sürətlənib. 2 məhsul, daha doğrusu 1 məhsuldar ötürməsi var. Birbaşa zərbəni indirdi. Xəsis davrandı. Bu da fərqi artırmaq adına şansı əldən verdi. Rızayev 2 məhsuldar ötürməsi var. Əgər yanlış ifadə etmirəmsə, bu dəfə məhsuldar ötürmə yerinə, cət yerinə özü indirdi zərbəni. Aran Beyləqan hücumu müdafiənin ən gerisinə təhlükə ola bilər. Saranda Sənan Nəsirov. Kapitan keçid vermir. Gün, daha doğrusu tac atışını yerinə yetirəcək Aran Beyləqan komandası. Özümü yoxlayacaq. Zərbə şansı axtarır. Qapı qarşısına təhlükəli bir epizod izləyə bilərik, amma bu qədər gəldilər, bu qədər qapı qarşısına rahatlıqla gəlib çatdılar. Məhz bu zərbə bu keçidlərin zərbəsi deyildi. Nurlan Hacıyev ötürməsi tur olmaq istədi. Əbülfəz Ələkbərov sağ açılaqda ötürmə istəyi var. Zar Hüseynova doğru. Və offside bayrağı da artıq qalxmışdı Zar Hüseynov üçün. Sabina. Əbülfəz Ələkbərov sonrası Nasib Əhmədovla oynadı. Ötürməsi keçərsə təhlükəli olar. Mehdi Məmmədov topla irəliyir. Ötürməsi Əbülfəz Ələkbərova doğru. Qapı qarşısına zərbə indirəcək. Oyuncu tuş gəlmir bu ötürmə. Aran Beyləqanın bir əks hücumu gerçəkləşir. Qarşı anlarsa təbii ki də alınır sanki bizi eşitdi Elcan Məmmədov. Daha doğrusu Elcan Süleymanov səhvimi düzəldim. Zar Hüseynov deyir. Təkrardan Nurlan Hacıyev bir daha offside bayrağı havadadır. Nurlan Hacıyevin şans yanında değil bugün. Offside artıq 3-cü səfərdəki düşən oyuncu odur. Sənan Nəsirov ən gir planda qarşıladı, sonrasında Tural. Əbülfəz Ələkbərova gələrsə təhlükəli ola bilər. Əbülfəz Ələkbərov standart vəziyyəti yerinə yetirəcək.
Bir qədər tələsmir. Xırda bir ötürmə ilə. Karşılamırıq, yatmışıq arkada. Asif Əhmədov sonrasında Tural Baxışov. Nurlan Hacıyev. Daha bir ofsayt bayrağı onun üçün qalxır meydanda. Tural Baxışzadənin ötürməsi. Nurlan Hacıyevə doğruydu. Nurlan Hacıyev isə təkrardan ofsayt bölgəsində idi. Bəs artıq Nurlan bu 3 ofsaytı, 4 ofsaytı özündə dəyərləndirməlidir. Artıq ofsayta düşməli deyil. 4 real epizodda məhz ofsayt bölgəsində idi Nurlan Hacıyev. İndi isə Aram Beyləqan standart bir vəziyyət yerinə yetirəcək. Hakimin xəbərdarlığını gözləyir. Qapı qarşısına başla bir zərbə, ikinci bir zərbə olacaqmı? Əbülfəz Ələkbərovun müdaxiləsi yetərli deyil. İndi Əbülfəz Ələkbərov gələn ötürməni qarşıladı. Ötürməsi Zahir Hüseynova doğruydu. Təhlükəli ola bilərdi. Əldən qaçır bu şans. Tural Baxışzadə təzyiq göstərir. Təzyiq yetərli olsa da istəyəni vermədi. İndi Mehdi Məmmədov. Əbülfəz Ələkbərov oynadı. Təhlükəli ola bilər. Sol diagonala. Nurlan Hacıyev istiqamətini ama ofsaytda değildi. Ötürmə gəlib çatmır Nurlan Hacıyevə. Mali çevir! Çevir! Ara qayıdırsan nəsə? Məhz qayda pozuntusu təkrardan standart vəziyyət yerinə yetirəcək Aram Beyləqan. Məhz qarşılaşmada 3-1'lik üstünlük İstiqlal futbol komandasındadır. Aram Beyləqan standart vəziyyəti yerinə yetirəcək. Canlı set qurulub Eldar Balakişi. Qapısında güvən verir. Bir zərbə Eldar Balakişi. Zərbəni ram edir. Keçid vermir. Təbii ki de zərbəni indirən oyuncunun da haqqını yemək olmaz. O da dəqiq bir zərbə indirmişdi qapı çərçivəsinə. Kapitan. Qapı qarşısına Nur. Tamerlan Zeynalov idi bu. Keçid vermədi. İndi isə gün zərbəsini yerinə yetirəcək Aram Beyləqan futbol komandası. Salamlar, hər vaxtınız xeyir. Hal-hazırda İstiqlal futbol komandası. Dirək. Keçid vermədi bu dəfə Aram Beyləqan futbol komandasına. Məhz Eldar Balakişi deyil, qapının çərçivəsi. Daha doğrusu dirəyi keçid vermədi. Asif Əhmədov və Mehdi Məmmədovun ikili mübarizəsində Aram Beyləqan futbol komandası oyuncusu yerdə qalır. Artıq Mehdi oyunun ilk yarının sonlarında çox sərt bir oyun tərzi göstərir. Bu da belə davam edərsə komandasını tək buraxmaqla, yalnız buraxmaqla 10 nəfər azlıqda qoymaqla nəticələnə bilər. Əbülfəz Ələkbərov. Kritik bir müdaxilə idi bu. Əbülfəz Ələkbərov ram etməyi bacardı. 3 nəfərlə bir mübarizə aparır. Tural Baxışzadə ötürməsi Asif Əhmədova. Tural Baxışzadə təkrardan ötürməsi Asif Əhmədova. Təhlükəli ola bilər. Zahir Hüseynova doğru. Azlıqda yaxalanıb. Qol mu gəlir? Zahir Hüseynov. Fərq artıq uçuruma doğru gedir qarşılaşmada. Zahir Hüseynov özünün ikinci, komandasının 4-cü qolunu qeydə alır. İstiqlal futbol komandası 4, Aram Beyləqan futbol komandası isə 1. Mən oyunun başında məhsuldar bir oyun arzulayıram deyəndə bunu nəzərdə tuturdum. Bəs Aram Beyləqan komandasında oyuncu dəyişiklikləri başlayacaq. Görək bu dəyişikliklər nə təsir başlayacaq Aram Beyləqan futbol komandasına.
Təbii ki də İstiqlal futbol komandası tərəfdə keyflər yerindədir. Üstün tərəf onlardı. 4 qolla. Sabah gəl Bakı fıqında. Qardaşlar, mən gəl ödənişlə gəlirəm. Gözəl insanlar. Oyunla bağlı mesaj yazın mənə, mesaj bölməsində. Mən sizə oyundan sonra cavablandıracağım, əgər şey istəyirsinizsə. Sırf gəlmək istəyirsinizsə. Daha doğrusu oyunumuza gəlməyimi istəyirsinizsə. Mənə mesaj bölməsində yazın, danışaq. Eldar Balakişev hərəkətli qazandıracaq. Tamerlan Zeynalov oynadı. Məhz ötürməsi keçmədi. Bir əks hücum şansı Zahir Hüseynovla. Tehlikeli ola bilər. İttirik mi gələcək ondan? Zahir Hüseynov ötürmə sahası və Məhmədova Əbülfəz Ələkbərova bıraxdı. Oy 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 oy! Bu neydi belə? Bu neydi belə? Da Vinci belə mezarından qalxsa bir resim əsəri yaratmaq istəsə bu qolun qarşısında çarəsiz qalar. Əbülfəz Ələkbərov sənət əsəri yaradır. Bu da 5-ci qol. Əbülfəz Ələkbərov. İstiqlal futbol komandası 5, Aram Beyləqan futbol komandası isə 1. Hal-hazırda İstiqlal futbol komandası 5, Aram Beyləqan futbol komandası isə 1. Asif Əhmədova doğru ötürmə. Golkiper Ayət Sayıq davranda. Tamerlan Zeynalov qarşıladı. Toxunuş etmək mümkün olmadı indi Sənan Nəsirov. Tamerlan Zeynalova. Doğru oyunda Asif Əhmədov. Tehlikeli ola bilər qapı qarşısında. Nurlan Hacıyev. Bu zərbəni indirmək mümkün olmadı. Şans tanımadı rəqib oyuncular. Sənan Nəsirov. Ən geriyə Eldar Balakişevlə oynadı. Nurlan Hacıyev yenidən offside bölgəsindədir. Artıq mən sayı hesabı itirmişəm. Nurlan Hacıyevlə bağlı. Qarşılaşmada ən çox offsayda düşən oyuncu o da. Rızayev. Qarşılaşmanın artıq son dəqiqələrinə, son 5 dəqiqəsinə daxil olmuşuq. Ümumi vaxtda əlavə vaxt təyin olacaqmı hakim tərəfindən? Təbii ki, itirilən vaxtlar var. Cüzcü də olsa. Qarşılaşma bir xeyli dayanıb. Təbii ki, də itirilən vaxtı dəyərləndirəcəklər. Bəli, Region Liqasında İstiqlal futbol komandası Şəfa stadyumunda Aram Beyləqan futbol komandasını qonaq edir. Qarşılaşmada 5-1'lik İstiqlal futbol komandasının üstünlüyü var. Qarşısına Eldar Balakişev. Elcan Süleymanovla oynadı. Pas bir qədər gecikdi, təhlükəli ola bilərdi. Tamerlan Zeynalov, Əbülfəz Ələkbərovla oynadı. Məhz ikili mübarizədə müdafiəçinin toxunuşu meydandan çıxmasına səbəb olur. Topun indi isə Tamerlan Zeynalov hərəkətli qazandıracaq. Əbülfəz Ələkbərov nəyi basılırsa olursun. Özünü saxlamağı bacardı, amma qayda pozuntusu qeydə alınıb. Əbülfəz Ələkbərov məhz standart vəziyyəti qazanır komandası adına. Elə özü də dəyərləndirəcək. Topun başında Əbülfəz Ələkbərov az əvvəl möhtəşəm bir qolu qeydə aldı. Komandada ən çox qol atan oyuncu da artıq o. Əbülfəz Ələkbərov qapı qarşısına Mehdi Məmmədov toxunuş etdi.
İndi isə Nurlan Hacıyev topa sürətlənib. Tural da sürətlənsə də ram etmək mümkün olmadı. İndi Aran Beyləqan futbol komandasının hücumu təşkil olunur. Birbaşa zərbə, son anda Eldar Balakşiyev. Refleksiya. Öz refleksiyasını da alıştırar. Məhz Eldar Balakşiyev keçid vermir. İndi 800 zərbəsi yerinə yetirəcək Beyləqan futbol komandası. Aran Beyləqan futbol komandası qapı qarşısına ötürmə. Nurlan Hacıyev qarşıladı. Məhz ötürməsinin getdiyi istiqamətdə heç bir komanda yoldaşı yox idi. Təbii ki də bu ötürmə deyildi, bu uzaqlaşdırmaq cəhdi idi, elə uğurlu da alındı. Nurlan Hacıyev Zahir Hüseynovla oynadı. Tələsmir bir qədər. Amma top itkisi. Yenidən təhlükə ola bilər Asif Əhmədov. Ən geri planda qazandırdı. Ötürməsini verdi. Zahir Hüseynov sürətlənib. Cərmə meydançasının içərisində daxil olarsa təhlükəli ola bilər. Bir ötürmə. Məhz istədiyi kimi alamadı. İndi isə Aran Beyləqan futbol komandasının əks hücumunu izləyirik. Artıq ilk yarının sonlarında da daxil olmuşuq. Ümumi vaxtda nə qədər əlavə olacaq? Birazdan məlumatlandıracağım sizləri. Bura xeyr, Beyləqan deyil. Şəfa stadionunun, daha doğrusu Şəfanın 4-cü stadionudur. Koroğlu da yerləşir. Şimdi Koroğlu, nə bilim, Ulduz. Hələ bir yer deyir. Tural Baxsadə. Ötürməsi. Zahir Hüseynova təhlükəli ola bilər, amma offside. Offside bayrağı bu dəfə Zahir Hüseynov üçün qalxmışdı havaya. Bir daha offside bayrağı. Eldar Balakşiyev, Tamerlan Zeynalov oynadı. Oyna. Zahir Hüseynova doğru. Süpana bak, Süpan. Müdafiənin ən gerisinə təhlükə ola bilər. Fərqi azaltmaq adına qapı qarşısına gəlişinə bir zərbə. Məhz bu dəfə Eldar Balakşiyevi ram etmək mümkün olur. Fərq artıq 3 qoldadır. İstiqlal futbol komandası 5, Aran Beyləqan isə 2. Az əvvəl meydana daxil olan Süpan fərqlənməyi bacardı qarşılaşmada. Fərqi azaltdı. Aran Beyləqan futbol komandası ilə İstiqlal futbol komandası oynayır. Asif Əhmədov Elçan Süleymanovla oynadı. Bir qədər geri Sənan Nəsirovla. Asif Əhmədov sal diaqonala. Məhz meydanda saxlamaq mümkün olmur topu. Dəyərli bir müdaxilə idi. İstədiyi kimi alınmadı təbii ki də. Qarşılaşmanın son dəqiqələri, son saniyələri hal-hazırda gerçəkləşir Asif Əhmədova doğru. Asif Əhmədov bir pas xətası təhlükəli ola bilər. Bir zərbə Eldar Balakşiyev. Eldar Balakşiyevdə məhz zərbənin qarşısını alan Əbülfəzəl Əkbərov gələn topu sürətləndi. Topu qopartmaq mümkün olarsa təhlükəli ola bilər. Aman vermədilər rəqibə. İndi isə məhz Mehdi Məmmədov, sonrasında Asif Əhmədov topu qopartmağı bacardı. Mehdi Məmmədov 3 oyuncu, 3 rəqib oyuncu ilə birlikdə mübarizə apardı. Oynayın. Məhz uzaqlaşdırmaq da mümkün olur. İndi isə tac atışını Aran Beyləqan futbol komandası yerinə yetirəcək. Fərqi azaltmağa doğru. Məhz fasiləyə minimum fərqlə getmək istəyirlər. İndi isə Nurlan Hacıyev hücumuna da. Nurlan Hacıyevin isə ötürməsi qeyri-dəyə qalınır. Sanki bugün şans onun yanında deyil. Rızayev, məhz Nizami Rızayev ən geri oynatı.
Elcan Süleymanov. Çönün, çönün. İkili mübarizədə Mehdi Məmmədov qayda pozuntusu. Məhz çox sərt oynayırdı ilk yarıdan bəri. Hakim məhz Mehdi Məmmədova doğru irəliyir. Rəsmi xəbərdarlıq gələcəkmi? Və bəli, rəsmi xəbərdarlıq da elə Mehdi Məmmədova gəlir. Etdiyi bu müdaxilə sonrası. İndi isə standart vəziyyət. İlk yarının son anlarında Aram Beyləqan futbol komandasının adına gerçəkləşəcək. Fərqi minimum endirmək adına. İkinci hissə 20 dəqiqədə başlayıb, xeyr, 22-ci dəqiqə başlamıyor. Hələ ilk yarıdır. Hakimin xəbərdarlığı gözlənir. Qapı qarşısına ötürmə. İkinci bir cət. Alamadı. Bu da ilk hissəni bitirən bit gəldi. İlk hissədə İstiqlal futbol komandası Aram Beyləqan qarşısında məhz 5-2'lik üstünlüklə ayrılar. İkinci yarıda görüşmək ümidi ilə.